Kanalımıza salam məzəklər. Bugün sizlərlə Rus kanallarını nə tərəf olsun şəkildə aça bilərik, onu göstəririk. Sadəcə 2025-ə daxiliyyətli bizim kodlarımızdır. Play Store və ya axtarış bölməsinə yazırıq ki, televizor, yəni bunu indirilməsini də istədilər bizdən. Bura televizor yazdıqda, yəni o proqramla açılır sadəcə. Ancaq bir də şey var ki, M3U IPTV proqramını da eləyə bilərsiniz. Videonun kapağında 2 dənə proqramın rəsmini qoymuşam. Məsələn, o 2 proqram. Televizor, yəni televizor daha rahatdır. Bəzi yerlərində sansür atacağam. IPTV playerdir və qanuna şəkilli göstərilir. Burada qarşınıza 2 dənə şey gəlir. Yeni M3U listəyə basırıq. Yəni oluşturub basıb M3U listəyə basırıq. Birincində listə adı gələcək. İstədiyinizi yaza bilərsiniz. İstədiyinizi. Öz adınızdır yəni. Bu üçüncüdə isə öz kod, yəni bizim verdiyimiz bu kodu simvol, böyük, kiçik hərf səhvləri olmamalıdır. Hər şeyini düppədüz nə tərəf vermişik elə yazılmalıdır. Böyük, kiçik də mütləq diqqət olmalıdır. Yəni bunları yazdanda da rahat şəkildə açır təbii ki də. Mümkünatı yoxdur ki, açmasın. Zəhmət olmasa buradan like və abunə yerlərinə basın və bizə abunə olub like atın. İstəyənlər bildirim aça bilər ki, videodan daha tez xəbərdarlıq olsun. Kommentariyaya da eləməyi unutmayın. Komment eləməlisiniz ki, bizim xəbərimiz olsun ki, sizə faydalıdır yoxsa yox. İndi bunu yazandan sonra təbii ki də rahat şəkildə baxacağıq. Yəni heç bir donma yoxdur və kino kanallarına, normal kanallar göstərəcəm. Toplam 400 kanal var. 400 kanalın içərisində istədiyimiz Rus kanalında baxa bilərik. Bu 400 Rus kanalından rahat şəkildə baxın, yəni problemi yoxdur da, yəni. Donma yox, yəni basan kimi 1 saniyə keçmir, 0 millisaniyədə açılır, yəni heç bir şey, yəni görmürsünüz də, yəni heç nə, otomatik açılır. Bunu yazandan sonra, bəli, yazdım. Buradan donaya vururuq. Yəni yuxarı qalxıb buradan sağ bölmədə içəri donev işarəsi var. Ora gəlib vururuq. Uyarı gəlir. Uyarı hissəsindən kaydetə vururuq. Kaydetə vurduqdan sonra yəni vuram. Keçirəm mən o koda. İndi gördüyünüz kimi sizdə belə yox. Otomatik belə açılacaq. Və gördüyünüz kimi 400 kanal anında gəldi. Bassın bir dənə kanala. Dam deyə gəldi. Bəli, gördüyünüz kimi rahat bir şəkildə baxa bilərsiniz. Sən kino kanallarına baxaq da, yəni. Deyirsiniz kinoya girirsiniz. Baxın, saniyə çəkmir, əzizlər. Anında açılır. Belə kodların davamı üçün abunə olub like atmayı unutmayın və kommentar bölmələrində də istəyə bilərsiniz bu kodu gəlsin falan filan. Özünüzə yaxşı baxın, oldu.